Bu yayılan xəbərlər ki var, müğənnilərə qadağa qoyulub efirlərə. Hətta mənə bir çox insanlar yazıblar, yığıblar ki, Akşin sənin adın orada keçir. Bunu inşallah mən özüm araşdırıb, aydınlaşdırıb sizə də məlumat verəcəm. Amma qaldı ki, bəzi müğənnilər, bəzi insanlar başqa müğənnilərin efirə qadağa qoyulduğuna görə sevinirlər, deyirlər yaxşı oldu. Yəni o yaxşı fikir, niyyət deyil. Çünki onlar da evlərində çörək aparırlar, ailəsinə, uşağına, balasına ruzi qazanıb aparırlar. O şeyə sevinmək olmaz. Düzdür ki, bəzi verilişlərdə, bəzi müğənnilər, bəzi show biznes əhli hədlərini aşırırlar, lazımsız şeylər danışırlar. Amma mən günahı onlarda görmürəm. Sözün düzü, dərinə gedəndə günah onlarda deyil. Çünki siz efirin arxasında baş verən ssenarilərdən xəbəriniz yoxdur. Bir müğənni verilişə niyə çağırılır, ona hansı suallar niyə verilir? Bunlar ssenari olaraq hazırlanır. Hansı müğənniyə şəxsi sual versək, ailəsindən bağlı mı? Nə bilim, hansı şəxsi həyatından bağlı, hardan qızıqlandırmaq olar ki, o dilə gəlsin, danışsın, bir reyting əldə olsun. Və yaxud da hansı müğənniyə, hansı müğənninin adını çəkib sual vermək olar ki, onları qarşı-qarşıya qoyaq, onlar da özlərindən çıxsınlar, başlasınlar danışmağa, partlasınlar və verilişlər də belənçinə reyting qazansınlar, partlayış olsun. Bunu mən sizə deyirəm ki, məntiqli düşünəsiniz. Siz efirdə olanı görürsünüz, amma efir arxasında olanları görmürsünüz, yazılan ssenarilər, mövzuları görmürsünüz. Qaldı ki, mənim özümlə bağlı efirə çıxıb çıxmamaq və yaxud qadağa qoyulmağı mən ümumiyyətlə son bir ildə özüm verilişlərin əksəriyyətinə imtina eləmişəm. Niyə? Elə məhz o səbəblərdən. Bir neçə aparıcı dostlarımızı çıxmaq şərtindən, zaurlardır, tarixin verilişidir, sonra bir neçə verilişlər var. Yəni ki, onlar bilirlər ki, mən artıq suallara cavab vermirəm, artıq mövzulara da getmirəm. Amma onlar var ki, bəzi müğənniləri sual verib qısqırdırlar üstümə, qaldırırlar üzərimə, söz atdırırlar ki, mən özümdən çıxım, mən əksər vaxtlarda cavab vermirəm. Bəzi istisna hallar olur ki, orada artıq geri çəkilmək olmaz, onda cavab verirəm, vermək məcburiyyətində qalaram. Qaldı ki, mənim efirə qadağa qoyulmağımla bağlı o məsələni aydınlaşdırıb dostlarımıza, izləyicilərimizə xəbər verəcəm. Amma belə mənim üçün heç bir fərqi yoxdur. Millət dəyər versin, haqqı görən insanlar dəyər versinlər, doğru, düzgün, mədəniyyətlə, qabiliyyətlə özünü efirdə və ya ictimaiyyət içində, istər sənət olaraq da təqdim edə bilən insanlara heç bir problem yoxdur. Heç kim də qadağa qoya bilməz. Allaha əmanət olun. Başqalarının efirə çıxmamağına görə, qadağa qoyulmağına görə çox da sevinməyim. O yaxşı fikirdir, yaxşı şeydir. Çünki onlar hamısı da Azərbaycanlıdır. Onların da balası, övladı, ailəsi Azərbaycan vətəndaşlarıdır. Onlar da ailələrini çörək aparırlar. Sadəcə verilişlər bəzi senzuralar qoymalılar ki, artıq suallar olmasın ki, müğənnilər də artıq şeylər danışmasın. Yarınki fikrim aydındır hamınıza. Sağ olun, inşallah yaxınlarda açıqlama verəcəm. Bilmirəm, şayələr görək doğrudur, yoxsa yalandır. Xeyirlisi. Allah əmanət olun.